Uşaqlar, burada belə bir sual var ki, yeni mənzilinizin harda və necə olmasını istəyirsiniz? Aha. Mehin. Məktəbə yaxın. Məktəbə yaxın. Sən Mehru. Öz eviniz yaxşıdır. Hüseyin. Lənkəranda olsun. Sən. Hərəşlər istəyirəm ki, bina olmasın da ev olsun, həyət evi. Həyət evi Bir olsun. də mənzil qəşəng olsun. Qəşəng olsun. Sən. Həyət evi. Həyət evi. Sən evi nə istəyirsən? Bədə necə olsun? Harda olsun? Öz eviniz yaxşıdır, hə? Aha. Sən. Məhmədli Dənizin mənzilində. Mənim evinə yaxın, hə? Aha. Onlara yaxın qalmaq istəyirsən. Yaxşı. Sən. Harda? Sında deyir həyət evində. Həyət evində qalmaq istəyirsən. Aha. Dənizə yaxın. Dənizə yaxın. Dənizə yaxın. Dənizə yaxın. Sən Emil. Emil, sən. Yeni evinizin harda olmasını istəyirsən, Emil? Öz eviniz yaxşıdır. Sən. Dəniz mənzərəli yanında. Dəniz mənzərəli olsun. Dənizin yanında. Xan Mirzə. Bulvarda olsun. Sən. Məktəbə yaxın. Məktəbə yaxın. Öz evin. Da nə istənirsən? Aha. Məktəbə yaxın. Məktəbə yaxın. Sən. Şəhərdə. İçəri şəhərdə olsun. Məktəbə yaxın. Sən də Hüseyin. Həyət evi. Çünki həyət evlərində basen tikmək olar. Basen olar, bax, yaxşı. Renat. Həyət evi. Həyət evi. Öz evin yaxşıdır. Şəhər. İçəri şəhərdə. Sən. Şuşada həyət evi. Həyət evi. Həyət evi. Sən Rıza. Cavabak rayonunda həyət evində. Baba. Qubada. Sən. Məscidin plajın içində. Plyajın içində olsun ev. Aha. Qumun yanında. Plyajın yanında olsun. Çimərlik. Plyaj yox. Aha. Yaxşı olar. İsti ol. Bəs qışda nə edəsən? Soyuq olası da axı. Qışda isə biz özümüzü istəyirik. Hə, istidir. Yaxşı. Toğrul sən. Villada, çünki villada basen olur. Villada. Yaxşı. Bugünkü dərsimiz də İçəri şəhər